kabab hazırlayırıq. Burada göy-göyərti mütləqdir ki, ona dad versin. Xırda-xırda necə kim ürək necə istəyir qalın. Və burada əsas növbə soğanlı, çünki soğan çox qəşəng dad verir. Və bunları bir-birinə qarışdırırıq. Yaxşı. Və keçirik toyuqlarımızı şişə çəkməyə. Bir-bir. Ev sayağı, dost sayağı, qardaş sayağı, kasıb süfrəsi. Əsas mehribançılıq olsun, xülasə. Burada sağ olsun dostumuz iş başındadır. Feçin odun basır. Burada da baxıram ki, ağaclar quruyub. Bu ağac kəsmək lazım deyəm sonra. Baxıram ki, burada vay karalyok qoymuyor, bütün karalyokları yiyib. Sonra axtarıram ki, hardadır. Görürüm, vay, əzgili də yiyir. Deyirəm, xoşdadır o meyvə, əzgilini yalan da orada bilmirəm. Burada da həyəti çəkirəm. Niyə çəkirəm bilmirəm. Yəqin ki, kadra düşür. Vay, süpürgə azad, aləmdə bir-birinə həyətdə. Burada nə inir? Burada da deyir ki, qardaşım, ürəyin nar istəyir, qəyri düşün, şir kimi tullansın. Bəyaqdan ilişib qalıb, hələ çata bilmir onu. Aha, damayırlar, taparsan. Mesela burada şükür Allah ki, işte ağaclıqlar zatlar. Və gedir doğru, nar qırır deyə. Deyir ki, bura tullayım. Deyirəm, görmürsən, telefondan çək şişirlər. Deyirəm, gözdə gələm yanıma. Burada kömək eləmək istəyirəm ona. Aha, deyirəm, ver də nar, o biri tərəfdən verir. Vermədi burada, sağ olsun. Deyir, qardaşım, sağ ol. İndi burada necə düşəcəm? Deyirəm, necə çıxımsa elə də düş.